Peyğəmbər buyurur ki, dünya içindəkilərin hamısı ilə lənətlənmişdi. Dünya nə içində varsa hamısı ilə lənətlənmişdi illa ma kana fiha lillah əzzə və cəl. Ancaq bundan başqa ki, içində Allah üçün işlər görülsün. Allah üçün işlər görüləndən başqa hər bir şeyə görə lənətlənmişdi. Lənətlənmişdi bilirsiniz nə? O insanı Allahdan uzaqlaşdırır. O insana problem yaratdı. Dünyada Allah üçün görülməyən bütün işlər lənətlənmişdi. Allah yolunda istifadə olunan şeylərdən başqa dünya və onun içindəkilərin hamısı lənətlənmişdi. Gör necə bir dəqiq deyir. Deməli başa düşürük ki, biz dünyaya başqa bir gözlə baxmalıyıq. Dünyanı ancaq keçici istifadə eləməliyik. Diqqət edin, biz bu sözü çox istifadə eləyirik, eşidirik dini mətnlərdə. Dünya bir körpüdür, dünya bir keçici yerdir. Nə deməkdir? Keçicidir budur ki, hər nə dünyadan nə istifadə eləsən, gərək lillah olsun. Allah üçün olsun. Allaha çatmağın üçün olsun. Mənəviyyatın üçün olsun. Təkamülün üçün olsun. Allahın rızayətinə səbəb olan cürə olsun ki, dünya sənə faydalı olsun. Elə ki Allah üçün yox, nəfsin üçün oldusa, həmən qədər sən tənəzzül elədin. Həmən qədər sən lənətliyə oldun. Lənətli pis mənada başa düşmür. Yəni sən zay elədin ömrünü və o səylərini və o enerjini.